Boğa bürcünün sakitləşməsi hərəkət idi, idman idi. Boğa bürcü torpağa meyl eləməlidir, gəzməlidir. İntellekt cəhətdən ən intellektli bürclərdən biri ikizlər bürcüdür. Necə bilək ki, hansı bürcə hansı seans lazımdır? Qeydə alınan 12 əsas bürc vardı və biz o bürclər əsasında doğuluruq. Bu da səmavi göy cisimlərinin hərəkəti ilə bağlıdır. Əslində səndən qabaq deyən sənin işarələrin var. Zodyakın kralı və günəşin yer üzündəki təmsilçisidir. Onlar bizə öyrədir ki, özümüzü sevmək ego deyil, Yaradanın bizə verdiyi hədiyyəyə hörmət etmək. Bəlkə də bu biznesi qura bilməyəcək, amma yenə də girir. Ancaq riskdir. Desən çox atan həyatı nədir? Risk etmək. İmperiyaları quran adamların çoxunun bürcü Boğa, Oğlaq bu bürclərdən olurlar, çünki sabitdirlər. Hansı ayda kimlə tanış olasan, hansı təşrifləri alasan, nələr olacaq, nələr eləyəsən, müsbət və mənfilər. Bu bürclərdə görünür. Şəfacılar və terapistlər anlasa ki, onlara necə böyük bir xəzinə verdim. Murad Quluzadə 1994-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetində təhsil alıb. Təhsil aldığı müddətdə Almaniyanın Berlin və Hamburq universitetlərində praktikalarda olub. Əlavə olaraq İsveçrənin Cenevra təhsil mərkəzində praktik kurslardan keçmişdir. Murad Quluzadə gənc yaşlarında fəlsəfə, din, psixologiya sahəsində araşdırmalar aparmış və bir neçə dövlət mükafatının sahibidir. Hazırda psixoloji seanslar və təlimlər keçərək insanlara dəstək olur. Bir çox rayon və şəhərdə seminar və təlimlər keçirir. Dövlət sahəsində çalışır, subaydır. Murad bəy, xoş gördük. Xoş gördük Aytən xanım. Bugünkü mövzumuz çox maraqlıdır. Bəli. Bürclərə görə seanslar. Əlbəttə. Bu necə olur Murad bəy? Necə bilək ki, hansı bürcə hansı seans lazımdır? Aydındır. Bu üzrə bir çox araşdırmalar apardım. Yəni insanların xarakteri, düşüncəsi, onların davranış şəkli, bir növ onların kaderi doğulduğu gündən, saatdan, aydan çox bağlıdır. Yəni nə qədər belə gözlə görməsək də, amma göydəki o səma cisimlərinin bizim indiki real həyatımıza çox böyük təsiri vardır. Misal, elə aylar olur ki, bir insan üçün çox uğurlu ola bilər, elə aylar olur ki, onun üçün uğursuz olur və ya hətta illərin də təsiri var. Misal, 2025-ci il çox insana görə uğursuz bir il idi, amma bəzi insanlara görə də uğurluydu və bu aylarla və günlərlə də önəmlidir. Misal, bəzi insanlara hər cümə günü düşərlidir. Bəziləriniz üçünsə heç vaxt düşmür. Bu zodyakın təsiridir. Zodyak, yəni astrologiya sahəsi ən qədim olan və ən dərin bir sahədir. Mən sizə deyərdim ki, yəni ümumi bu terapiyalar arasında ən güclü bilgi və ən güclü nüansların olduğu nöqtə təbii ki, bürclər və astrologiya sahəsidir. Yəni bildiyin insanın kaderi, necə öləcəyi, harda öləcəyinə qədər qismən yazılır. Yəni şərtləri yazılır, ehtimalları yazılır, ulduz xəritələri olur, sənin üçün uyğun olan partnyor kimdir, uyğun olan bürc kimdir, uyğun olan iş nədir, missiya nədir? Məsələn, mən öz missiyamı tapanda bu terapiya sahəsinə ilk dəfə bunu təbii ki, astrologiya sahəsi ilə tapdım, ulduz xəritəmi çıxararaq. Ulduz xəritəsini çıxararkən də belədir. Misal, Muradın doğum günü, ili, ayı, doğum saatını, doğum şəhərini falan bir çox nüansları qeyd edirsən. Daha sonra buna uyğun ulduz xəritəsi yaradılır sənin üçün. Orada baxdım ki, mənə uyğun əslində ilk sahə təbii ki, terapiya sahəsidir. Elə çıxdı yəni ulduz xəritəmdən. Ondan sonra bu sahəyə yönəlmişdim. Yəni terapiya sahəsinə və uğurlu da oldu. Və bir çox insanları, xüsusilə yeniyetmələr də maraqlı olur. Biz hansı qrupu seçək, hara müraciət edək, xüsusilə də indi imtahanlardır, səhv eləmirəmsə gənclər üçün. Onlar üçün də maraqlıdır. Bizim missiyamız nədir, hansı ixtisası seçək və insanlar üçün də maraqlıdır. Bizim üçün uyğun partnyor budurmu? Məsələn, bir qız, bir oğlanla deyək sevgilidir, partnyorudur. O dəqiq deyil ki, bu daimidir ya müvəqqətidir. Bunu öyrənmək olur. Ona görə buna deyirlər, atılan bir söz var, deyir, onunla bunun ulduzu barışmır. O ulduzumuz barışmır məsələ əslində zodyakdan gəlir. Və bildiyimiz kimi qeydə alınan 12 əsas bürc vardı və biz o bürclər əsasında doğuluruq. Bu da səmavi göy cisimlərinin hərəkəti ilə bağlıdır. Burada 4 əsas element vardı. Hava, od, su və torpaq elementi. Yəni bu təbiətdəki hər şey bura aiddir. Və burada ilk götürsək, misal ilk başlayarıq burada od elementi ilə.
Çünki kainat bir partlamadan yarandı da, heç yoxdan yaradıldı. Sizcə bunu yaradan hansı bürc idi? İlk partlamanı, ən dəlisov, ən Mən deyərəm şir. şirin də təsir var, amma daha Qoç bir deyərəm. Qoç. Qoç bürcü, yəni zodiakın ilk bürcüdür. Zodiakın körpəsi və ya döyüşçüsü də adlanır. Çünki ilk göz ağrısı odur. Qoç ruhun maddiləşib mən varam dediyi ilk partlayış anıdır. Ən dərinliyi ilə deyirəm də sizə bu bürcləri. Bunun ruhsal missiyası nədir? Burada hər bürcün öz missiyalarını da vurğulayacağam ki, izləyənlər tapsın, onlar üçün rahatlı olsun. Qoçun bu dünyadakı vəzifəsi başlatmaqdır. Bir şeyi başlatmaq. Əgər bunu izləyən qoç bürcləri varsa, onlar bir işi, bir biznesi, bir kitabı nə isə başladırlar, amma axıra qədər aparamırlar. Çünki onların missiyası partlamaqdır, başlatmaq. Yəni bir reaksiyanı başlatmağı İlk addımı bilirlər. atmaq. İlk addım. Çünki çox cəsarətlidirlər buna görə. O ruhun bu dünyaya gəlişindəki ilk saflığı və cəsarəti təmsil edir. Qoç bürcü bizə öyrədir ki, qorxuya baxmayaraq hərəkətə keçmək ruhun ən böyük qələbəsidir. Qoç üçün ən yüksək mənlik indi və burada tam gücü ilə var olmaqdır. Təbii ki, burada yüksək mənliyin və aşağı mənliyin nüansları var. Yəni qoçun müsbət və mənfi tərəfləri vardır. Bu nədir? Aşağı mənlik budur. Təcavüzkarlıq və egosentrik mərkəzdə olmaq, yəni hər şeyi bir yarış kimi görməkdir. Qoç bürclərin ən böyük yanlışı budur. Həyatı bir yarış kimi görürlər. Səbirsizlikdən dolayı ətrafındakıları qırıb incidə bilərlər və mən deyərək başqalarını görməzdən gələ bilərlər. Bu onların dərsidir. Mütləq buralı buraxmalıdır. Ona görə seanslarda bunlar üzrə də çalışırıq. Bu insanın əsas dərsi bunlardan biridir. Egosentrik mərkəzi buraxmaq, biraz səbri, təmkinli olmağı öyrənmək, həyatı yarış deyil, xoşbəxt olacaq bir yer kimi görmək. Çox dəyərli izləyicilərimiz, mən sizə çox təşəkkür edirəm izlədiyiniz üçün, kommentlər bildirdiyiniz üçün, kanalımıza abunə olduğunuz üçün. Amma biz aylıq statistikalara baxırıq. Aylıq statistikalarla heç də bizim rəqəmlərimiz düzgün gəlmir. Baxırıq ki, izləyici sayı, izləmələrimiz real daha çoxdur, amma izləyici sayında isə rəqəmlərimiz artmır. Rəqəmlərimizin artması isə birbaşa bizim gələn qonaqlarımıza, əməkdaşlarımızın çalışmasına, bizim özümüzün fəaliyyətimizin davam etməsinə təsir göstərəcək. Bu sizin üçün çox sadəcə bir düymə basması ola bilər, amma bizim üçünsə böyük bir əhəmiyyət kəsb edir. Hər birinizdən çox xahiş edirəm. Bizə dəstək olmaq üçün mütləq şəkildə kanalımıza abunə olun. Kommentlərinizi həmişəki kimi əsirgəməyin və bu yolda bizi tək qoymayın. Təşəkkür edirəm sizə. Əslində bu asandır da. Yəni gələn deyim ki, pasientin bir neçə tərəflərini bilsəz, ona daha tez təsir daha gücünü, tez təsir gücümüz olur və o da təsdiqləyirsə başlayırıq buna. Təbii ki, bundan sonra onun ulduz xəritəsi çıxarılır, ona uyğun partnyor, iş və s. hansı aylar uğurludur, hansı aylar uğursuzdur, hansı rəqəmlər onlar da PDF formatında verilir. İki yaxşı tərəflər, yüksək mənlik. Bu nədir? Qorxusuzca yeni yollar aça bilər. İlk addım ata bildiyi üçün zəifləri qorumaq hər zaman onun bir vəzifəsi kimi olur. O artıq özü üçün deyil, bir ideya və ya toplum üçün döyüşən bir ruhdur. Qoç enerjisi ilə yüksək mənliyə necə çata bilər? Qoçlar özlərini tapmaq üçün bir neçə praktikadan istifadə edə bilərlər. Bir, sakit oturmaq onun üçün deyil. Ona görə durmadan hərəkətdə olub idman etməlidir, üzməlidir, qaçmalıdır, aktiv hərəkətlərdir. Və daxili atəşi idarə etməkdir. Alov ünsürü olduğu üçün qəzəbi yaradıcı enerjiyə çevirməyi öyrənməkdir. Yəni qoç bürcləri seanslarda ən böyük problemi öfkə kontroludur. Çox tez partlayırlar, tez əsəbləşirlər və eyni zamanda tez dincəyirlər. Orası da var. Qəzəb gələndə dayanmaq və bu enerji ilə nə yarada bilərəm deyə soruşmaqdır. Yəni bir qoç bürcü seansa qoşulub nə qazana bilər desək, öz mənfi tərəflərini, müsbət tərəflərini görə bilər. Mənfilər seansda düzəlir, müsbətlər artırılır, ona uyğun iş, missiya, ruh eşi, həyat yolu düzülür. Yəni hər şey hazır bir kitab kimi verilir də, xəritə kimi. Əslində səndən qabaq deyən sənin işarələrin var. Bəli.
Siz bunu açırsınız onlar üçün. 100%. Ki daha asan da olsun. Bəli. Yəni qısaca desək, Bəli. Qoç bürcü qaranlıq bir tuneldə əlində məşəl ilə qaçan ilk adamdır. O arxadan gələnlərin yolu görməsi üçün özünü yandırmağa hazır olan cəsarətli bir ruhdur. Maraqlıdır. Mənim anam da Qoç bürcüdür, oğlum da Qoç bürcüdür. İkisi də belə Bəli. sağa sola baxmazlar, elə Direkt gedir. diz gedən adamlardılar. İkinci, sonra keçirik digər bürclərə. Bu təbii ki, buğa bürcüdür. Torpaq elementidir. Buğa bürcləri çox sirli bürclərdir bu arada. Zodyakın ən stabil, yerə möhkəm basan və dözümlü bürcüdür. Amma onun spiritual tərəfi çox vaxt kənarda qalır. Yəni biraz daha çox materialistlər, spirituallığa elə meylli deyillər. Çünki hamı onu ancaq yemək və pulla əlaqələndirsə də, əslində buğa bürcü maddiyyatın içindəki mənəviyyatın qoruyucusudur. Yəni balansı saxlaya bilirlər. Maraqlı. Bəli. Çox maraqlıdır. Buğanın bu dünyadakı missiyası ruhun enerjisini fiziki formaya salmaqdır. Yəni onlar bizə ruhun sadəcə göylərdə deyil, həm də toxunduğumuz bir güldə, yediyimiz meyvədə, hiss etdiyimiz bir parçada olduğunu xatırladırlar. Ona görə də buğa bürclərində müsbət və mənfi tərəfləri vardı. Bunları da seansda işlədirik. Bir, dəyişiklikdən qorxurlar. Yəni bir idarəni, bir şirkəti, bir yeri əsla dəyişdirmək istəmirlər. Olduqları işdən çıxmaq istəmirlər. Çünki dəyişiklik qorxuducudur onlar üçün. Sabitdir axı. Əşyalara və insanlara mənimdir deyə yapışırlar. Yəni aşırı qısqanc olurlar və hər şeyə mənimsəyirlər. Yapışma özəllikləri var. Maddi itki qorxusu ilə həyatlarını dondururlar. Yəni pul itirməkdən çox qorxurlar. Əslində buğanın sanki məsələləri qorxudan daha çox gəlir. Və misal biz onun itirmə qorxusunu çıxarırıq. İnsanlara aşırı bağlanır, yapışır, itirmək istəmir də. Yenə itirmə qorxusuna. Hamısı itirmə qorxusuna dayanır. Yəni buğa bürcünün ən zəif nöqtəsi budur. Əgər bu zəif nöqtəsini aşkarlayıb dəyişə bilsək, daha rahat olacaq onun üçün. İndi burada bir ikisini deyirik, amma qorxu ilə bağlı başqalar da ola bilər. Bəli, o artıq individual olur. Seanslarda uzanır və ona uyğun eləyirik. İki yüksək tərəfləri nədir? Kainatın sonsuz resurslarına güvənmək, təbiətlə tam harmoniyada olmaqdır. Təbiətlə ən harmoniyada olan bürc buğa bürcüdür. Torpaq elementi. Hissiyat baxımından Bəli, yəni. duya bilir torpağı, ağacı, bitkini hiss eləyə bilirlər. Buğalar ruhsal olaraq böyümək üçün bu yollardan istifadə edə bilərlər. Bir torpaqlanmaqdır, ayaqyalın torpaqda gəzməli və bağçılıqla məşğul olmalıdır. Bağbanlıqla məşğul olsalar, çox bateriyaları dolur sanki, elə düşünün. Səbir və inam, buğa hər şeyin öz vaxtı var. Prinsipinin ən yaxşı anlayan bürcdür. Tələsməməyi, kainatın ritminə güvənməyi bizə öyrədirlər. Səbirli bürclərdən biridir, təbii ki. Və onun üçün ən müqəddəs şey onun bədənidir. Bədənlərinə qulluq eləməyi çox sevirlər bu arada. Çoxları buğanı inadkar hesab edir. Yəni elə düşünək. Amma bu inadkarlıq əslində ruhun sarsılmazlığıdır. Sarsılmır olar. Yəni hər hansı bir xaos anında bəzi insanlar tez qaça bilir. O qaçmır, sabitdir. Fikrində, ideologiyasında və ya düşüncəsində. Fırtına qopanda hamı qaçır. Buğa bir ağac kimi köklərindən torpağa daha dərin batırır və fırtınanın keçməsini gözləyir. Yəni bizə dayanıqlıq öyrədir. Evet, ona görə torpaq sayılır da hardasa. Bəli. Daha sonra keçirik əkizlər bürcünə. Əkizlər bürcü. Ətrafımız doludur əkizlərlə. Səhv eləmirəmsə Fuad bəy. Fuad bəy əkizdir, Hüseyn bəy əkizdir. Maraqlıdır. Hətta illəri fərqli olsa da ayları və doğum tarixləri eynidir. Eynidir. Əkizlər bürcü zodyakın ilk hava bürcüdür. Maraqlıdır. Yəni kainatımıza, bizim dünyamıza ilk havanı onlar gətirib əslində. İntellektual enerjinin simvoludular. Yəni əkizlər, bax iki belə xəttdir, üstdən və altdan xətt olur. O iki xətt ruhla bədən arasındakı rabitədir. Yəni intellekt cəhətdən ən intellektli bürclərdən biri əkizlər bürcüdür. Yəni çox bilgiyə acdılar və açıqdılar. Təsdiqləyirəm. Bəli. Əkizlər ruhun dünyanı dərk etmək, məlumat toplamaq və ikilik, yəni dualizm qanununu öyrənmək üçündür. Əkizlərin bu dünyadakı vəzifəsi fərqli ideyalar, insanlar və dünyalar arasında körpü olmaqdır. Onlar bizə öyrədir ki, həyatda hər şeyin iki tərəfi var. Gecə-gündüz, xeyir və şər. Müdriklik bu iki tərəfi eyni anda qəbul edə bilməkdir. Maraqlıdır baxın. İndi onun bürclər, deməli bürclərin təsiri varmı müəyyən yaş qədər, kimsə üçün bu yaşa qədər
daha çox təsirlidir yoxsa bu yaşdan sonra? Deyəcəm olardı. Bu necədir? Misal bizim Günəş bürcümüz, Ay bürcümüz və yüksələn bürcümüz olur. Misal mən balıq bürcündən olsam da yüksələn bürcüm şirdir. Daha çox şir bürcünün təsiri altındayam. Yəni bir şir bürcü kimi davranıram, danışıram və qərar verirəm. Çünki yüksələnin çox önəmlidir. Aha. Biz onu indi fərdi seanslarda misal siz şir bürcüsüz. Amma sizin yüksələniniz hansı bürcüsə onu tapmalısınız. Bilmirəm onu amma. Yüksələn bürcü tapmaq üçünsə doğum saatı çox önəmlidir. Dəqiqləşdirməlisən ki, onu tapaq. İndi yaxşı Murad bəy, bilməyənlər nə etsin? Bilməyənlər necə tapsın? Bilməyənlərə kömək eləyirik seanslarda və ya təlimlərdə kömək eləyirik, əlbəttə. Tamam. İndi izah eləyərəm oldu. Əkizlər üçün yüksək mənlik hər şeyi mühakimə etmədən bir müşahidəçi kimi izləməkdir. Aşağı mənlikləri nədir? Yəni yanlış tərəfləri, məlumat kirliliyində boğulmaq, dedikoduya meyillilik, fokuslana bilməmək və daxili boşluğa davamlı danışaraq doldurmağa çalışmaq. İçlərində bir boşluq yaranır. Bunu təbii ki, ruhaniyyət və yaradanla kontakt doldurur. Çox vaxt bunu danışaraq doldururlar. Həddən çox danışırlar. Yəni ən danışqan adamlar siyasətində ola bilərlər əkizlər bürcləri. Yüksək mənliyi yaxşı tərəfləri nədir? Bilgiyə, hikmətə çevirmək. O sadəcə danışmır, kainatın səsini dinləyir və mesajı insanlara ən aydın şəkildə ötürür. Bu kvant zəkasıdır. Hava elementi olduğu üçün ağciyərlər və nəfəs onların mənəviyyat qapısıdır. Düzgün nəfəslə sakitləşə bilərlər. Bax, Qoç bürcünün sakitləşməsi hərəkət idi, idman idi. Boğa bürcü torpağa meyl eləməlidir, gəzməlidir. Bu isə hava almalıdır. Yəni gördünüz Fuad bəy əsəbidir, buraxın hava alsın. Dərindən bir oksigen alsın. Əslində nəfəs texnikaları işləyir o. Bəli, bəli. Ki bu da ona çox yaxşı təsir göstərir. Nəfəs sırf bunun üçündür. Amma nəfəs texnikaları hamı üçün işləyə bilər? Yox. Yox. Məsələn, bir suya bu ehtiyac deyil. Su ünsürü olana və s. də hərənin öz elementi var. Daha sonra gəlir əkizlər. Bəli, keçirik digərinə. Əkizlərdən sonra keçirik Əqrəb bürcünə. Əqrəb bürcünə. Burada elə qeyd eləmişəm ona görə. Əqrəb bürcü zodiakın ən sirli, ən dərin və ən transformasiya edici bürcüdür. Ən qaranlıq bürcüdür, elə bir növ elə düşünün. Çünki çox şübhəci olurlar adətən, dərin olurlar. Spiritual müstəvidə Əqrəb ruhun ölüm və yenidən doğuş dövrəsini, kölgə tərəflərlə üzləşməyi və daxili gücü kəşf etməyi öyrədir. Simvolu Simurq quşudur. Yüksək frekansdır. Əqrəbin missiyası hər şeyi sındırıb həqiqəti üzə çıxarmaqdır. Ona görə bir çox Əqrəb qadın, xanımlar seansa qoşulur. Hamısının demək olar ortaq problemi olur. Yoldaşım xəyanət elədi, onu üzə çıxardım. Filankəs yalan dedi, üzə çıxardım. Hər zaman bir həqiqəti axtarıb detektiv kimi tapma arayışındadılar. Əqrəbin dünyadakı missiyası həqiqəti tapıb üzə çıxarmaqdır. Çünki beyinləri şübhə ilə işləyir. Bəli. Çox razıyam. Yüksək və aşağı mənlikləri nədir? Mənfi tərəfi intiqam hissi çoxdur, yəni kin bəzən qalır. Manipulyasiyadan çox istifadə edirlər. Bəli. Həddən artıq nəzarət etmə arzusu, kontrol və daxili zəhərini həm özünə həm də başqalarına vura bilirlər. Müsbət tərəfləri isə təbii ki, küllərindən yenidən doğulmaq. Mərhələdə Əqrəb bir şəfaciyə çevrilir, küllərindən yenidən doğanda. Başqalarının acısını hiss edib onu müdrikliyə çevirə bilən ruhdur. Öz ruh potensialını açmaq üçün bu praktikaları edə bilər. Özündən qaçmaq əvəzinə niyə belə hiss edirəm sualını verər. Psixologiya və okkultizm onlar üçün ruhsal qapıdır. Yəni parapsixologiya sahələri, bu magiya sahələri falan onlar üçün çox idealdır əslində, Əqrəb bürcləri üçün. Yəni onlar daha çox fəlsəfə öyrənsələr ruhları sakitləşir. Əsəbi Əqrəb bürcünü içində niyə suallar olan bir detektiv kitab versən sakitləşəcək. Onu oxusun. Və psixoloji bir kitab. Buna bu lazımdır. Buraxmağı öyrənməlidir və keçmişin yüklərini, incikliklərini buraxanda ruhu yüksələcəkdir. Bu da Əqrəb bürcü üçün bir önəmli dərs. Sonra keçirik Xərçəng bürcünə. Bu da maraqlıdır. Zodiakın anası adlanır. Çox qayğı keçdilər həqiqətən. Qızlı oğlanlı. Aşırı qayğı keç ruhlardır. Mənim qardaşım Xərçəngdir. Spiritual müstəvidə Xərçəng ruhun özünə yuva axtardığı, duyğuları kəşf etdiyi və şəfqət dərsi keçdiyi mərhələdir. İlahi qoruyucu da adlana bilərlər.
Xərçəngin missiyası bu dünyaya sevgini və qayğını gətirməkdir. Onlar bizə öyrədir ki, ən böyük güc sərtlikdə deyil, yumşaqlıqdadır. Yəni zəka bir insana baş əydirə bilər, amma qayğı bir insanı diz söydürür. Bunu öyrədirlər bizə tam olaraq. Hiss etmək xərçəng üçün yüksək mənlik, daxili intuisiyanın səsinə tam güvənməkdir. Yanlış tərəfləri nədir? Keçmişdəki incikliklərdən qopa bilmirlər. Ancaq ilişib qalırlar keçmişdə. Məsəl Murad mənə niyə bunu dedi, o niyə bunu elədi? 2. Ətrafına divarlar örürlər, keçilməz divarlar. Yəni özünü biraz blokadaya alır, qoruyur. Emosional manipulyasiya edərək insanları özünə bağlamağa çalışırlar. Buna türkcə deyirlər, duyğusal sömürə eləyirlər bəzən. Yəni bir növ səni acındıra bilər özünü. Bu mənfi tərəfləridir. Müsbət tərəfləri heç bir qarşılıq gözləmədən sevgi verə bilərlər bir insana. O artıq sadəcə öz ailəsini deyil, bütün dünyanı, heyvanları, təbiəti öz övladı kimi qoruyur. Eynən. Bəli. Təbii ki, bunun təmizlənmə və rahatlaması üçün bir xərçəng bürcü, yek qardaşınız da, əgər əsəbidirsə, nə etməlidir? Su elementi olduqları üçün dəniz kənarında olmaq və duzlu su ilə duş almaq onların emosional yüklərini anında təmizləyəcəkdir. Amma hər kəs duş alsa düzələr? Yox, sadəcə xərçənglər. Xərçənglər. Çünki su elementidir. Doğru, doğru. Bəli. Budur. Əslində deyirəm ki, baxsaz nə qədər bürclərin, şir bürclərinin çox böyük oxşar cəhətləri var ki, hərəsində bu metodlar bir cür işləyir. Bəli, bəli. Hərəsində bir cür təsir göstərir. Bunu ona görə siyahlaşdırdım da. Bax, misal günümüzdə var meditasiyalar, sathu lövhələri, nəfəs terapiyaları. İndi dünyada 8 milyard adam nəfəs terapiyası eləsə işə yaramayacaq axı. Çünki o sadəcə əkizlər, hava ünsürü üçün daha uyğundur. Çox Aydındır. doğru. Ya bu bölünməli idi. Mən o bölünməni icra elədim burada. Əslində bax siz deyirsiniz, indi mən öz halımdan deyim də sizə. Məsəl üçün biz Fuad bəylə yoga eləyəndə, qaynanam da bizlə bərabər edirdi. Onlar ikisi intensiv o yoqanı tam olaraq detallı eləyə bilirlər. Məsəl üçün 45 dəqiqə yoga eləyirdilər, 20 dəqiqə, 20-15 dəqiqədə nəfəs işləyirdilər. Mən 45 dəqiqə yoqanı eləyə bilmirdim, güclə eləyirdim. Amma 15-20 dəqiqəlik yoqanı çox yaxşı eləyirdim. 5-10 dəqiqədə nəfəsi əla eləyirdim. Ondan sonrakılar mən keçmirdim. Mən dedilər ki, niyə eləmirsən? Onlar tabe olmaq kimi başa. Mən dedim ki, bu məndə getmir. Mən hiss eləyirəm ki, mən ancaq bu qədər eləməliyəm. Mən heç cür izah eləyə bilmirdim ki, başa düşürsüz, mən bunu çox o demək deyil ki, mən qaçıram da. O deyil. Sadəcə mən başa düşürdüm ki, mən bunu eləmək istəmirəm. Bu mənim yapışmır da. 100%. Bu mənə yapışmır. Əslində bu videonu izləyən insanlar, şəfacılar və terapistlər anlasa ki, onlara necə böyük bir xəzinə verdim. Niyə? Elə bir qarışıq bir şirkətə girmisən, fərqli insanlar və onların üstə rəhbərlər var. Mən elə bu hamısını böldüm. Doğru. Siz bu işlə məşğul olun, siz bununla. Hərəyə uyğun hansı terapiya lazımdır, ora yönləndirdim bir növ. Çox doğru. Və ən ədalətli şəkildə, zodiakla. Çox doğru. Yəni onlar üçün çox rahatlıq sundum burada. Əslində bunu bəlkə də zamanla dərk eləyərlər. İndi gəlir. Şir bürcü. Şir bürcü. Şir həmişə şirdir. Zodiakın kralı və günəşin yer üzündəki təmsilçisidir. Danışığı belə eqolu. Spiritual müstəvidə şir ruhun fərdiyyətini tam dərk etdiyi, öz işığını qorxusuzca yaydığı və yaradıcılıq dərsi keçdiyi mərhələdir. Ruhun günəşi kimi təqdim etməyimiz daha rahat olar şir bürcünü. Şirin missiyası dahildəki ilahi işığı, sevgi, istedad və enerjini heç bir tərəddüd etmədən ətrafla paylaşmaqdır. Onlar bizə öyrədir ki, özümüzü sevmək ego deyil, Yaradanın bizə verdiyi hədiyyəyə hörmət etməkdir. Bizə öz sevgini kim öyrədir? Şirlər, zodiakından olan. Şir üçün yüksək mənlik öz daxili mərkəzində dayanmaq və şəfqətli bir güc yaymaqdır. Mənfi tərəfləri nədir? Başqalarının alqışına möhtac olmaqdır. Yəni insanlar tərəfindən gələn o alqışı, rəğbəti çox istəyirlər. Bir növ insanlardan asılı olurlar, amma nə mənada? Onlardan o hörməti və sayğını görmək üçün. Bunu çox xoşlayırlar. Hər kəsdən üstün görünməyə çalışmaq və diqqət görməyəndə dram yaratmaq. Hər yerini dağıdıb qıra bilərlər, diqqət görməsələr. Burada onu balanslaşdırmaq lazımdır əslində. Çünki çox həssas bir nüans var orada. Sən istəyirsən ki, səni hamı görsün. Bu çox başa düşürəm, təqdirə layiqdir. Amma sən başa düşməlisən ki, səni lazım olanı qədər lazım olanları görəcək. Əlbəttə. Bu belə incə ona bir görə xəttdir. biz bu seanslarda məsəl şir bürcü ilə bunları işləyirik.
ona lazım olan aşırı insanları düşünür, mənim haqqımda nə düşünürlər. Çox önəm verir insanlar məni necə görür. Onu ondan çıxarırıq. Ehtiyacın yoxdur. Çünki bu qədər kütləni düşünsən və insanlar məni nə deyir deyə düşünsən, irəli gedə bilməz. Yəni bir növ seanslarda bunları tədavi eləyirik. Yüksək mənliyi nədir? O artıq alqış gözləmir, daxili günəş onu onsuz da doyurur. Ətrafındakıları ilhamlandıran, zəifləri öz istisi ilə qızdıran, başqalarının da parlaması üçün sahə yaradan ruhsal bir kraldır. Şirlər ruhsal olaraq böyümək üçün bu yolu istifadə etməlidir. Qəlbdən yaşamaq. Şir bürcü tibbi astrologiyada qəlbi təmsil edir. Hər qərarı zehnim nə deyir deyil, qəlbim nə deyir sualı ilə verməlidir. Sual verirəm şir bürcü olaraq. Şirin rahatlama üsulu bilirsiniz nədir? Oyun. Oyun oynamaq. Ruhun uşaq tərəfini diri saxlamaq, rəqs etmək, səhnəyə çıxmaq və sadəcə hobi ilə məşğul olmaq onların enerjisini dərhal yüksəldir. Yəni hətta bütün şir bürcü qadınlar var. Onların içindən bir anda uşaq çıxa bilər. Uşaqca danışa bilərlər, uşaq multfilmlərdəki hər hansı bir şey istəyə bilərlər, mağazaya girib mənə bu oyuncağı al deyə bilərlər. Bir anda içindəki o onun terapiyasıdır. O uşaqca bir şey almaq. Doğru. Mən indiyənə qədər özümə o gəlincikləri alıram. Gördünüzmü? Bu onun terapiyası, oyun və sizi sakitləşdirən bir oyundur. Əslində mən o uşaq tərəfimi heç vaxt bağlamaq istəmirəm. Evet. Onu yaşayıb o gülüşünü istəyirəm. Yəni əsəbi olduğunuz anda biriləri ilə gəlin oyun oynayın. Bu uşaqlar olar və ya böyüklər olar. Bəli. Və keçirik zodiakın ən çalışqan, detallara ən diqqət yetirən və xidmət edən ruhuna, qız bürcü. Spiritual müstəvidə qız bürcü ruhun təmizlənmə və kamillik mərhələsidir. Yəni ruhumuz bir çox mərhələdən keçib. Ruh ilk öncə partladı, bu qoçuydu, yadınızda? Bəli, yəni ilk addımı atdı. Sonra etap buğa sabitlik yaratdı ruhda. Daha sonra nə gəldi? Əkizlər havanı yaratdı. Yəni ruhla bədən arasındakı rabitəni. Sonra bir-bir əslində hər bir bürc ruhumuzu indiyə qədər təkamül elətdirib. O zodiak 12 bürc. Qız bürcüdə ruhun Murad bəy belə deyə bilərik, o 12 bürcün 12-si də əslində səndə var. Hər biri var bizdə, bəli. Bizdə Hansında doğuluruqsa o daha çox var. daha çox var. Bəli, belə deyək. Çox var. Qız bürcü ruhun təmizlənməsidir. İndi burada proqramda nəyi öyrənirik? Burada nədir? Qız bürcünün missiyası dünyanı daha yaxşı, daha təmiz və daha işlək bir yerə çevirməkdir. Tam bu iş üçün yaradılıblar. Onlar bizə öyrədir ki, mənəviyyat sadəcə buludların üzərində uçmaq deyil, həm də gündəlik işləri, qab yumağı, iş masasını düzəltməyi bir meditasiyaya çevirməkdir. Çox titiz olurlar qız Bəli. bürcləri. Bəylər ümumiyyətlə titiz olur. 100%. Ancaq özlərinə verdiyi sual budur. Mən necə faydalı ola bilərəm? Necə faydalı ola bilərəm? Və aşağı mənliyi, yəni mənfi tərəfləri nədir? Mükəmməllik xəstəliyidir. Bu çox yanlışdır. Həm özündə, həm də başqalarında davamlı səhv axtarmaqdır. Bu təbii ki, evliliklərdə bir çox nüansda problem yaradır. Ona görə qız bürcü ilə çalışanda seansda sırf kontrolu buraxırıq. Təslimiyyətə keçiririk seanslarda onu. Əlavə olaraq buraxa bilmək, azad edə bilmək, kontrolu buraxmaq budur. Hətta mən sizə deyərdim ki, OKB xəstəliyi var, obsessiv kompulsiv pozukluq. Onun deyərdim ki, bəlkə də %50-60% daha çox qız bürclərində olur. Niyə? Daha çox takıntılıdırlar hər şeyə. Hər şeyi dəyişmək istəyirlər. Bəli. Detaylarda boğulub böyük mənzərəni itirə bilirlər, anı yaşamırlar, həddən artıq narahatdılar. Həddən artıq. Çox gözəl ifadə edir. Detallarda boğulub anı yaşamaya bilərlər. 100%. Yəni bilirsiniz necə? Şu an Muradı bu studiyada dinləməyə əvəzinə bu mikrofonu ilişə bilər, işığı ilişə bilər, Murad əlini niyə qaldırdı falan, onu ilişə bilərlər də. Halbuki Murad bəlkə də qızıl xırdalayır burada. Onu görməyə bilərlər. Doğru. Müsbət tərəfləri isə artıq qüsurları tənqid etmədikdə onları düzəltmək üçün şəfa verir. Yəni bir dənə qüsurları buraxsalar insanlarda görməyə, anında şəfalanırlar. O bədən və ruh arasında bağı anlayan bir analitikdir. Hər şeyi öz təbii axışında qəbul edərək təkmilləşə bilər. Yəni seansda öyrənəcəyi nüans hər şey olduğu kimi qəbul etmək və təslimiyyətə keçməkdir. Bunu zaten seanslarda edirik. Onun uyğun partnyor kimdir, iş nədir, missiya nədir və s. Qızlar ruhsal yüksəliş üçün bu yollardan istifadə etməlidir. Bir, başqalarına təmənnasız kömək etmək, onların daxili narahatlığını yox edir. Yəni bir qız bürcü narahat olduğu anda gedib birinə kömək eləməlidir.
İnsanlığa xidmət əslində. Bəli, insanlığa xidmət onların şəfalanma yoludur. Qız bürcü həzm sistemini təmsil edir. Sağlam qidalanma və bədəni toksinlərdən təmizləmək onların zehnini və ruhunu açır. Hər anı, hər hərəkəti şuurlu şəkildə etmək qız bürcü üçün ən böyük meditasiyadır. Yəni indiki anı öyrənmək üçün onlara vacibdir. Bu əsəbi olan bir qız bürcü nə etməlidir? Gedib fayda verməlidir. Fayda verdiyi an özü ilə qürur duyacaqdır. Məsələn, bu stolu tam təmizləsə, həqiqətən kirdən azad eləsə, bütün əsəbi keçəcək. Yəni bir qız bürcü ən əsəbi olduğu anda ona bir iş buyurmaq lazımdır və bunu mükəmməl gördüyü an öz-özünə düzələcək. Özündə artıq o lazım olan o enerjini alır, Bəli. düzəlir tənzimlə. Çox maraqlı. Ona görə əslində onlar təmiz deməkdə, Təmizləməyə meyillidir. Əslində o içindəki anksiyetəni, panikanı yatışdırmağa çalışır. Narahatdır. Aha. Özü və dünya üçün narahatdır. Çünki onun missiyası ruhu təmizləməkdir. Ruhu təmizləyənmədiyi üçün oturur bədənə və əşyalara keçir. Məsələ odur. Növbəti dayanacağımız tərəzi bürcüdür. Zodyakın 7-ci bürcü olaraq tərəzi məndən bizə keçid mərhələsini təmsil edir. Spiritual müstəvidə bu bürc ruhun harmoniyanı, ədalət və digər ruhlarla əks olunmanı öyrədir. Yəni ruhun diplomatıdır. Tərəzi bürcləri çox mədəni və diplomat olurlar. Bəli, incə ruhlu olurlar. Çox incə ruh olurlar. Tərəzinin missiyası ziddiyyətlər arasında orta yolu tapmaqdır. Onlar bizə öyrədir ki, həqiqət tək bir tərəfdə deyil, iki tərəfin birləşdiyi mərkəzdədir. Yəni o ortaq məxrəcə gələndə həqiqət üzə çıxır, onu öyrədirlər. Onlar üçün gözəllik sadəcə vizual deyil, ruhun estetikasıdır. Yəni ölürlər gözəllik üçün. Ən sevdikləri şey gözəllikdir. Yüksək və aşağı tərəfləri nədir? Yalnız qalmaq qorxusu ilə öz dəyərlərindən güzəştə gedirlər. Ən qorxduqları şey tək qalmaqdır. Tək qalmaqdan çox qorxurlar, ona görə çox sosial ruhlardır. Bir yerdə durmurlar. Hər yerdə dostları, tanışları, adamları var. Çünki təklik onlar üçün hardasa ölüm deməkdir. Qorxurlar. Hamını razı salmağa çalışmaq ikinci ən böyük xətalarıdır. Murad bəy, mən burada müdaxilə etmək istəyirəm. Mənim qızım tərəzi bürcüdür. Onun heç 10 yaşı yox idi. Bəlkə 5 yaşı olardı. Biz dedik ki, mən dedim ona ki, mən səni aparacağam, gedəcək gəzməyə. Gəzməyə getmək üçün o deməli baxdım ki, bir 10 dənə balaca paket hazırlayıb. Məndə də belə evdə paketlər var idi. Onun içinə rezin, saç rezini, zakolka, belə də belə nələrsə qoyubdu. Hətta pul qoyduqları da var idi. Pul qoyub, nə evdə əlinə keçibsə 10 dənə balaca paket hazırlayıb. Deyirəm ki, sən bunu niyə edəcəksən? Deyir, mən bunlara hədiyyə eləyəcəm. Deyirəm, kimə biz şəhərə gedirdi, bulvara çıxırıq gəzməyə. Deyir ki, kimi görsəm ona. Və baxıram ki, mənim qızım öz yaşıdır. Qızlar görür, aparır bir onlara hədiyyə eləyir. Halbuki mən heç nə deməmişəm. Baxıram ki, bu niyə eləyir? İndi siz deyirsiniz, mən başa düşürəm ki, əslində o həm təklik qorxusudur, həm də ki, ətrafına adam yığmaq. Adam yığmaq. Hə, başa düşmədən hətta, yəni uşaq belə başa düşmədən bu onun xarakteridir. Ona görə zodyak çox böyük təsir eləyir bizə. Yəni bürclər hamını razı salmağa çalışırlar. Hamını razı salmağa çalışır. Və bəzən saxta bir xoşbəxtlik maskası taxırlar, amma içdən üzüntülüdürlər. Bunlar da olur. Müsbət tərəfləri artıq qərarsız olmayanda daxili vicdana söykənir. Münasibətləri bir aynaya çevirir, qarşısındakı insanda Tanrının əksini görür. Hər zaman sülhü, rahatlığı təmsil edirlər. Əgər o təklik qorxusunu, insanları razı salma qorxusunu buraxsalar, tam rahat ola bilirlər ki, bunu seanslarda eləyirik onlar üçün. Xəritələrdə çıxarırıq. Demək, özünü necə sakitləşdirə bilər? Muzeyləri gəzmək, gözəl mühitdə olmaq, evi bəzəmək, məsələn bir yolka qurmaq onu tam əsəbinə apara bilər və ya gözəl estetik bir şey yaratmaq. Onun ruhunu saflaşdırır. Çünki nizamsızlıq tərəzinin enerji sahəsini pozur həqiqətən. Yəni bir tərəzi bürcü dağınıq bir otağa girdiyi anda aurası pozulacaqdır. Özündən asılı olmadan. Doğru. Və yox deməyə öyrənmək onların ən böyük imtahanıdır. Yox deməyə bacarmırlar. Bunu da seanslarda öyrədirik. Mən də indidən öyrədirəm onu. Bəli, tərəzi bürcü zodyakın qızıl ortasıdır. Sonra gəlirik
Zodyakın ən gəzməyi xoşlayan, ən filosof bürcü nə? Ox atan. Ən pullu deyərdim mən ona. Ox atan bürcü. Ən pullu deyərdim ona. Spiritual müstəvidə ox atan ruhun idrac, genişləmə və həqiqət axtarış mərhələsidir. İlahi oxun atıcısı kimi təqdim edə bilərik. Ox atan bürcünün missiyası həyatın sadəcə fiziki bir proses olmadığını, hər hadisənin arxasında böyük bir mənanın gizləndiyini sübut etməkdir. Onlar sənə bu mikrofonda daha böyük məna göstərə bilərlər. Və ya kiçik sözləri belə xırdalaya bilərlər də, belə deyək. Böyük bir məna arayışındadılar. Onlar bizə öyrədir ki, inam ən böyük gücdür. Ox atan üçün yüksək mənlik həm zəkanın, həm də ruhun sərhədlərini aşmaqdır. Çox aşırı riski sevən bir bürcdür. Hər zaman ruhun da, bədənin də sərhədlərini aşır. Yəni bir adamla döyüşə bilməzsə ondan döyüşür. Bəlkə də bu biznesi qura bilməyəcək, amma yenə də girir. Ancaq riskdir. Desən ki, ox atan həyatı nədir? Risk etmək, belə deyərəm. Çox şahid olmuşam. Mənfi tərəfləri nədir? Hər şeyi bildiyini iddia etmək. Başqalarının fikirlərinə qarşı aqressiv, doğruçuluq nümayiş etdirmək və çətinliklərdən qaçmaq. Çətinlik gördüyü anda qaça bilirlər. Orası da var. Müsbət tərəfləri təbii ki, artıq bilikləri yığmır, onları yaşayır. Həyatı bir məktəb kimi görür. Heç kimi mühakimə etmir, çünki bilir ki, hər kəsin öz həqiqət yolu var. Bu yüksəlsə belə olacaq da. Yəni seansdan sonra bu növə keçirlər. O ümid parlayan və ilham verən bir ruh olur. Onun üçün rahat olmaq üçün, mənəvi yüksəliş üçün nə etməlidir? Fəlsəfi və ruhsal səyahətlər. Sadəcə turizm deyil. Yəni ziyarətgahlar, qədim məkanlar, enerji portalı yuxarı olan mədəniyyətlər onların daxili pəncərəsini açır. Bir ox atan səyahət etdikcə frekansı artır, böyüyür. Ruhsal kitablar oxumaq və fərqli fəlsəfələri öyrənmək onların dünya görüşünü artırır və rahat olurlar. Təbii ki, açıq havada olmaq, uzaq üfüqlərə baxmaq onlar üçün önəmlidir. Daha sonra növbəti dayanacağımıza gelirik. Bu Oğlaq bürcüdür. Oğlaq bürcü zodyakın ən ciddi, intizamlı və məsuliyyətli bürcüdür. Spiritual müstəvidə Oğlaq ruhun kamillik, ustalıq və dünya üzərində missiyasını tamamlamaq mərhələsidir. Oğlaq haqqında danışarkən onun sadəcə işkolik və soyuq imicini sındırıb, zamanın müdrik qoruyucusunu deyə bilərik. Hamı onları işkolik kimi bilir, amma elə yox. Onlar əslində zamanı qorumağı öyrədirlər bizə, dəyərləndirməyi. Oğlağın missiyası ruhun ən yüksək ideyalarını real dünyada inşa etməkdir. Oğlaq üçün yüksək mənlik daxili prinsiplərdən heç vaxt dönməməkdir. Yəni o bir prinsip qoydusa onlardan dönmür, sabit qalırlar. Çünki torpaq ünsürüdür. Torpaq ünsürü olanlar sabitdir, dəyişmirlər. Qətiyyətlidir. Qətiyyətlidirlər, bəli. Ona görə bir çox dövlət başçısı və böyük imperiyaları quran adamların çoxunun bürcü Buğa, Oğlaq bu bürclərdən olurlar. Çünki sabitdirlər. Sabitlik lazım. Məsələn, Lenin Buğa bürcü idi, Heydər Əliyev Buğa bürcü idi və İlham Əliyev Oğlaq bürcüdür. Sabit və qətiyyətli addımlar ata bilirlər, yəni dönmürlər ideyalarından. Daha sonra nədir? Mənfi və müsbət tərəfləri var təbii ki. Hər şeyi ancaq maddi qazancla ölçmək Oğlaq bürclərinin ən mənfi tərəfidir. Yəni aşırı biraz paragöz olurlar. Maddiyata çox önəm verirlər. Duyğularını tamamilə bastırmaq, duyğularını çox bastırırlar. Uğura çatmaq üçün başqalarını əzə bilərlər. Amma bunları təbii ki, seansda düzəldirik. Bunlar neqativdir. Yüksək mənliyə çatmaq üçün artıq zirvəyə tək çıxmaq istəmirlər. O başqalarına yol göstərən çətin anlarda hamının söykənəcəyi bir qayaya çevrilir. O ruhun ən ağır dərslərinə səbirlə keçmiş bir müdrikdir. Bura çatmalıdır. Bu onun missiyasıdır. İnkişafı üçün bu praktikalar lazımdır. Oğlaq bürcü üçün dağ zirvəsindəki tənhalıq bir meditasiyadır. Yəni onu təbiətə buraxmalısan və tək qalmalıdır. Onun üçün meditasiya oldu. Yəni bir oğlaq bürcü getsin nəfəs terapiyasına, getsin yoqaya, getsin nə bilim ayrı bir terapiya xeyri yoxdur. Ən güclü şey əslində, ən önəmlisi təbiətdə sakit yeriməkdir. Bir dağın üstünə, təpəyə, təbiətə burax getsin. Onlar tək qalanda öz daxili səslərini eşidə bilirlər. Çox olanda egosu qoymur özünü duysun. Təklikdə qalanda özlərini tapa bilən bir bürclərdir. Onlar dərk etməlidir ki, hər şeyin bir vaxtı var. Saturnun dərslərini
cəza kimi deyil, yəni gecikmələr olur həyatlarında. Oğlaqların ən böyük şeyi gecikmələrdir. Hər zaman bir telefon almaq istəyirsə gecikəcək. Çox düşündüyüm. Çox düşünəcək və o şey gec alınacaq da, daşdan çıxacaq digər büslərə nəzərən. Ona görə Saturnun bu cəza dərslərini buraxmalı, ruhun formalaşması üçün lazım olan nüansları qəbul etməlidirlər. Bunlar da Oğlaq bürcü üçün və növbəti dayanacağımız hava elementi olan Bolça bürcüdür. Zodyakın ən qeyri-adi bürcüdür. Ən qeyri-adi bürclərdən biridir. Azadlığına düşkün, gələcəyə yönəlmiş bir bürcdür. Çox həyat dolu olurlar, həyat eşqləri yüksək səviyyədədir. Bolça bürcü kollektiv şüura, qardaşlığa və fərdi azadlığa keçid mərhələsidir. Kainatın islahatçısı kimi təqdim eləyə bilərik onu. Bəzi yerlərdə texnologiya vəskarı da gedirlər. Bolça bürcünün missiyası köhnəlmiş, işə yaramayan sistemləri və düşüncə qəlblərini sındırmaqdır. Hər zaman yenilik gətirirlər. Hara gediblər? Əslində Aygün Kazımova da Bolça bürcüdür. Bəli. Hər zaman yenilik. Yenilikçi, hər Yəni zaman Bolça bürcləri irəli. deyəndə yenilik ağlınıza gəlsin. Mütləq hər yerə yenilik qatırlar. Ancaq yenilik köhnə heç nəyi xoşlamırlar. Köhnə fikirli adamları qətiyyən xoşlamırlar. Ən yaşlı olan 80 yaşındakı bir Bolça bürcü belə gənc bir adamın maraq göstərdiyi hər şeyə maraq göstərə bilər. Hər şeyə. Çünki yenilik onlar üçün hər şeydir. Bolçanın yüksək mənlik fərdi eqonu aşıb insanlığın xeyrinə hərəkət etməkdir. Mənfi tərəfləri duyğulardan qaçırlar. İntellektual təkəbbürə sığınırlar. Bəzən hər şeyi elmə və intellektə bağlayırlar. Mən belə düşünürəm və s. Sadəcə fərqli görünmək üçün asilik edə bilirlər və insanlarla dərin bağ qurmurlar qətiyyən. Yəni münasibətlərdə də elədir. Bir partnyorlar olanda heç vaxt onlarla dərin bağ qurmurlar ki, birdən onu itirərik. Ona görə hər zaman belə üzdən bağlar qururlar da. Bir Bolçanın türklərin bir sözü var, sırılsıklam aşiq olduğunu çox çətin görə bilərsən. Çünki onlar emosional bağ qurmurlar. Təslim olmurlar əslində. Təslim olmurlar və ən ağıllı olana aşiq olurlar olanda da. Yəni ən güclüyə və ən gözələ deyil, ağla üstünlük verirlər. Məntiqlə onu da sevirlər. Qismən hə məntiqlə. Yəni biraz məntiqsizləşsən səhətə sevməyədir. Biraz belə bütlərdir. Daha sonra təbii ki, müsbət tərəfi nə öyrənəcək? Artıq tək olmadığını öyrənəcək, kainatın bir parçası olduğunu, gələcəyin enerjisini bu günə gətirən bir kanal kimidir. O hər kəsin bərabər və azad olduğu bir dünya xəyal edir. Bolça mənəvi yüksəliş üçün bu yollardan istifadə etməlidir. Kollektiv bürc olduğu üçün kollektiv meditasiyalar tam Bolça bürcü üçündür. Nə qədər istəyir yoga eləsin kollektiv halda, nə qədər istəyir meditasiya eləsin, çox kömək olacaq. İnsanlarla bir yerdə dua etmək, meditasiya etmək onların enerjisini maksimuma çıxarır. Nə gözəl. İnsanlarla bir yerdə işləmək tam bunlar üçündür. Yəni dua eləsin, meditasiya eləsin. Bax, bayaq dediyim buydu. O buna aiddir. Bolçada uğurlu olacaq bu proses. Yoga və meditasiya. Bəli. Bəzi insanlar var, deyir ki, getdim psixoloqa, o mənə kömək eləmədi. Getdim yogaya, misal üçün mənə kömək eləmədi. Sair bir neçədəsi mənə heç biri kömək eləmir. Belə olanda artıq onun inamsızlığı yaranır. Amma o bilsə ki, bürcünə uyğun, hara daha çox ona yaxındır. O birbaşa öz ünvanına getmiş olar. Başqa qapıları döyməz. Yəni mən ona görə seansa adam gələndə ilk öncə onun hansı elementə, havadır, oddur, sudur ya torpaqdır onu öyrənirəm. Daha sonra onun üçün bir xəritə çıxarılır və ona uyğun seans aparılır. Bu işi daha bir kamilləşdirməkdir də. İşdə bir disiplin yaratmışam. Hər kəsin öz kateqoriyası, öz bölümü var və öz ilahi dərsləri var. Onu öyrənməlidir. İndi balıq bürcündəyim, keçəcəm o bölümlərə. İnciməsin balıq bürcləri. Balıqlar zodyakın sonuncu bürcüdür. Mistika balıqlar üçündür. Məsələn, mən bir balıq bürcüyəm və şəfacı və mistika daha çox bu bürclərdən çıxır. Balıqlar bütün bürclərin təcrübəsini özündə birləşdirən zodyakın müdriki hesabı olunurlar. Maddiyyatla mənəviyyat arasında son qapıdır. Onlar bu həyatda əsas dərsi təslimiyyətdir. Həyatın axınına inanmaq və hər şey bir-biri ilə bağlı olduğunu dərk etməkdir. Sizə fikir versəz, mən artıq videolarda onları izah edirəm. Bir şeylərlə bağlaya bilirik ilahi olaraq. Doğru. Balıqların iki tərəfi var. Bu onların simvolunda əks olunan iki istiqamətdə üzən iki balıq görə bilərsiniz. Piskes balıqlar elədir. Görmüsünüz? Bəli. İnyan kimi. Əsas mənfi tərəfləri reallıqdan qaçmaqdır. Reallığı qəbul eləmirlər. Öz xəyalları var. Asılılıqlara, sosial media, xəyal,
zərərli vərdişlərə meylli olurlar. Yəni tez asılı ola bilirlər. Özünü çarəsiz hiss edə və manipulyasiyaya meylli ola bilərlər. Çox güclü manipulyasiya qabiliyyətləri də vardır. Müsbət tərəfləri intuisiyası o qədər güclüdür ki, sanki gələcəyi görür. Bir balıq burcu sərhədsiz empatiya qura bilir, incəsənət və ya ruhsal kömək vasitəsilə başqalarını sağaldır. Əgər kimsə balıqlar enerjisini doğru idarə etmək istəyirsə, bu 3 addım atmalıdır. Bir, onlara qarşı sərhədli davranmalıdır, çünki qırılıb incinə bilirlər. O növləri var. Ona görə balıqlar başqalarının emosiyalarını bir süngər kimi çəkir. Tez özünə bu sualı verməlidir. Bu duyğu mənə aiddir ya başqa birinə? Ki o atmosferdən çıxsın, yoxsa ilişib qalacaq o dramada. Daxili dünyaları bir okean olduğu üçün, bu okeanda boğulmamaq üçün rəsm, musiqi, terapiya, yazı ilə kənara çıxmalıdırlar, itməmək üçün. Onlar üçün sükut lüks deyil, ehtiyacdır. Yüksək mənlik onlara məhz sakitlikdə danışır. Bu dünyadakı son dayanacağıdır balıq bürcü. Balıq bürcü ən son bu dünyada dayanır və sonra keçir ayrı boyuta. Çünki 12-ci bürcdür, zodiak. Amma digər bürclər hələ bir də gəlir, enkarnə olurlar. Onlar onda nə qədər gəlirlər? Məsələn 8 isə 12-yə gəlib çatmalısın. 12-yə çatır. Bəli. Onlar artıq dünyəvi xırslardan yorulmuş və ruhun evinə, tanrıya, kainata, mütləq sevgiyə qayıtmaq istəyən ruhu təmsil eləyirlər. Buna görə də balıqlar çox vaxt bu dünyaya yad kimi baxırlar. Sanki bura aid deyilmişlər kimi baxırlar. Biraz belə yuxarıdan aşağı çıxır elə bil ki. Yəni özlərini bura aid görürlər. Sanki ayrı bir planetdən gəlmişik. Bura qədər nə sualınız var? Əgər zehninizdə sual varsa maraqlıdır. Yüksələnləri tapmaq üçün bu saat dəqiq olmalı. Yüksələnləri tapmaq üçün bəli, bu individualdır deyə hər kəsin öz doğulduğu saat, doğulduğu yer, məkan, doğum günü, ay və il lazımdır və ana adı. Buna uyğun onu çözə bilirik. Hətta üzərində magiya var ya yox, sehr və cadu olunub ya yox, ailə lənəti var ya yox. Nə zaman evlənəcək, uyğun partnyor kimdir, nədir, necədir, ona hansı elementdən olan partnyor uyğundur, hansı işi seçsə uğurlu olar. Bunların hər biri də individual olduğu üçün onlarla individual aparıb öyrəndik. Tək hamısı bir-bir işlənilir. Bir-bir işlənilir. Yəni təbii ki, bu insanlar buna qıraqdan belə baxsa çox çətin bir prosesdir. Bir insanın üzərində sanki bir rəsm çəkirsən. Bir-bir axtarıb tapırsan. Buna nə lazımdır? Murad bəy, deyirsiniz ki, magiyası da olub-olmadığını biz bilə bilərik də. Doğum tarixində onda əvvəlcədən yazılır ki, əvvəlcədən bizim taleyimiz yazılıb ki, sənə magiya olacaq, bu olacaq. Bu bürclərdə görünür. Yəni necə görünür? Hər hansı bir insan, misal mənim ölümüm necə olacaq, sizə deyim, bəlkə də gələcəkdə buna şahid olasınız, xəyal qırıqlığından. Elə bir hal yaşayacağam ki, məyus olub xəyal qırıqlığı yaşayıb öləcəm. Ürəyim tutub öləcəm. Bu mənim zodiakımın, ulduz xəritəmin mənə verdiyi bilgidir. Amma misal, mən deyək ki, evli deyiləm də hal-hazırda, subayam, amma mənim 2 övladım olacağı görünür. Yəni ulduz xəritələri bunun 2 qız olacağını deyir ki, bunlar ki gələcəkdə olan bir prosesdir, sizə deyirəm. Bəli. Uyğun olan sahəmin terapiya olduğu deyilir. Hər zaman maddi yöndə zaten ilahi tərəfindən dəstəkləndiyim olur ki, elə də olur. Yəni hamısı bir-bir üst-üstə düşür, eynidir. Və ya digər seans alanlarda da təbii ki, eyni olmasa bu adam bir də qoşulmaz ki, yəni üstünə düşdüyü üçün və bunlar özünü həqiqətdə isbat elədiyi üçün bu qədər önəm verir. Murad bəy, inanmaq məsələsi bəs necə olur? Məsəl üçün, bax deyirsiniz ki, gələcəkdə mənim 2 qızım olacaq, mən xəyal qırıqlığından dünyadan köçəcəm. Bu əslində sizin özünüzə kodladığınız bir kod ola bilərmi? Məsəl üçün insanlar deyir ki, mən falan yaşında falan xəstəlikdən məsəl üçün öləcəm. Düşünmürsünüz ki, bu da sizdə kodlamanızdır bir növ? Yox, bu mənim kodlamam deyil. Niyə? Çünki bu bir kodlama olsaydı, yəni əgər həqiqətən bu kodlama ilə olsaydı, təbii ki, bu sistem bizə elə neqativ bir şey kodlamazdı da. Reallıqdır. İmsə ayrı balıq bürcündə olan, fərqli bir adam, fərqli tarixdə doğulan bir adama ayrı cür ölüm hekayəsi yazılır. Yazılır. Bəli. Yəni belə deyim, hər şey öncədən müəyyənləşdirilib. Bax sizə sual vereyim. Yanvar ayı sizin üçün necə keçir? Soyuq. Soyuq. Aprel ayı sizin üçün necə keçir? Aprel ayı çiçəyi. Yaxşı. Apreldə daha uğurlu olursunuz ya yanvarda? Apreldə. Apreldə. Səncə niyə? Günəş daha çox çıxır. Yaxşı. Amma elə adam var ki, onun üçün yanvar çox uğurludur. Bu sizin olduğunuz o ayda, o ayın enerjisidir sizə yansıyır. Yəni 2025-i düşün. Ən çox uğurlu olduğun ay hansı ay idi? Yay ayları
3 ay o yay Yox, aylardasınız. apreldən Apreldən, saysam, aha, martdan sayım. martdan. Mart, aprel, may, May. oktyabra qədər. İlin yarısını uğurlu. Tamam. Bunların arasında ən yuxarı hansı idi? Nə bilim, qazanc olaraq, özünü rahat hiss etdiyin, əyləndiyin. Qazanc olaraq keçən il ən uğurlu aylarım amma düşmüşdü. May, Yox, ilin sonlarına düşmüşdü amma. noyabra falan. Hə. Tamam. Gördünüz? Ən sevdiyin aprel olsa da, sənin üçün ruzi qapısı noyabrda idi. 2025. Amma misal indi burada eləyə bilmirik də, o uzun nüanslar, cihazlar lazımdır. Mən deyə bilərəm ki, 2026-cı ildə ən çox hansı ayda qazanasınız pulu? Aha. Bəli. Deyə bilərsən. Hansı ayda kimlə tanış olasan, hansı təklifləri alasan, nələr olacaq, nələr eləyəsən, müsbət və mənfilər. Kim arxanca iş çevirir, hansı bürcdəndir? Arxanca iş çevirən. 2 dəqiqə qalıb qutarsın hamısını deyərsən. Bu necə deyirsən orada doğum tarixini yazmaqla? Ulduznamədir, bəli, ulduz xəritən çıxarılır və ona uyğun bu nüanslar olur. Hamısı olur. Hamısı olur. Onda mən belə başa düşdüm ki, burada tək gələcək deyilmir. Keçmiş, indi və gələcəkdir və sənə hal-hazırda olduğun situasiya, hansı ayda bu işlərin alınacaq, hansı halda alınmayacaq, kim əngəl olur, necə əngəl olur, hər birini burada öyrənirsən. Əslində sizə inanmağımızın səbəbi də keçmişi, indini dediyinizə görədir ki, biz sabahı da artıq qarantinaya almışıq. Möhtəşəmsiniz. Hə, siz də. Sizin vaxtımız tamamlandı. Hər kəsə Çox mən maraqlıdır. Demək istəyirəm ki, biz bundan sonra ulduz xəritəmizi çıxardırıq. inşallah. Sizə də məlumat bildirəcəm. Şərhlərdə yazmağı unutmayın. Çox sağ olun. Təşəkkürlər. Allah yar olsun. Sizə də sağ olun.